Möhtərəm Müslüman qardaşlar, Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli nemət iman nemətidir. Bəs bu nemət sayəsində biz Allah-u Teala'nın Allah'a və axirət gününə vəd etdiyi altından sayılar axan cənnətlərə qovuşacağıq. Biz bu iman sayəsində bu dünyada bütün çətinliklərə və sıxıntılara səbr edirik. Hər kəsin bu dünyada fərqli bir imtihanı var. Amma bu imtihanlar içərisində ən çətin imtihanlardan birisi bir valideynin övladı ilə olan imtihanıdır. Çünki övlad valideyn üçün zinətdir. Övlad valideyn üçün neymətdir. Övladı üçün hər şeyə razı olur valideyn. Hər çətinliyin altına girir valideyn. Tək övladı rahat böyüyüb boya başa çatsın deyə. Amma unutmayaq ki, övladlarımız içərisindən imanlı olmaqla bərabər iman bəxş edilməyib asi olanlar da ola bilər. Oğlumuz və ya qızımız böyüyüb boya başa çatandan sonra bizə qarşı gələ bilər. Biz biraz zəifləyəndə sözdən sonra bizə əl də qaldıra bilər. Biz valideynik. Nə qədər ağır da olsa bizim üçün, amma yaşadığımız təcrübədən görürük ki, bunlar olur həyat. Amma bizim Rəbbimiz hər şey görür. Biz buna iman gətirmişik. Biz ata və ya anayıq. Övlad nə qədər bizə asi olursa olsun, nə qədər bizə zülm edirsə etsin, içindən çıxa bilmədiyimiz borclara da salsın. Cəmiyyət içərisində başımızı aşağı da eləsin. Dostlarımızın yanında utandırsa da, o bizim canımızdan bir parçadır. Biz Rəbbimizlə baş-başa qalanda, Allahu Əkbər deyib salaha duranda, sonunda əlimizi qaldırıb dua edəndə, onlara hidayəti üçün dua edeyim. Onlara bəddua eləməyək. Əsla övladlarımıza bəddua etməyək. Əsla övladlarımızdan Rəbbimizə şikayət etməyək, qardaşlar. Allah hər şey görür. Və unutmayaq ki, qəlblər Allahın iki barmaq arası. Biz nə üçün dua edib deyirik ki, Allah'ın bizi sabit et, qəlblərimizi sabit et. Çünki bilmirik sabah başımıza nələr gələcək. Allah Subhanahu Taala yaratdığı bəndəsindən nə zaman ümidini kəsdi? Açın, baxın gözünüzə, qardaş dünyaya. Baxın, görün bu fani dünyada iman edənlərlə etməyənlərin yaşam tərzinə bax. Biz bilirikmi ki, biz əminikmi ki, o illərdir asi olan, Allah'ı tanımayan, ona üsyan edən, ona küfr edən hansısa bir bəndəsi sabah iman gətirməyəcək. Bunu biz bilmirik. Bunu Allah Subhanahu Taala bilir. Bəzən tanıdığımız, bildiyimiz qonşularımızdan və ya qohumlarımızdan birisi 40 il, 50 il İslam'a qarşı gəlir. Bəzən bir günün içərisində hidayət olunur. Allah ona hidayət bəxşir. Allah'ın Resulunu öldürməyə gələn Ömer bin Xattabı iman etdirənin Allah olduğunu unutmayın. Hidayəti verənin Allah Subhanahu Taala olduğunu unutmayın. Biz valideynik, biz atayıq, biz anayıq. Övlad nə qədər asi olursa olsun, nə qədər bizə əziyyət verirsə versin, biz onun üçün dua etməliyik. Çünki bir gün gələr ki, o da hidayət olunur. Allah hidayət edilmiş hansı bəndəsini bağışlamayıb, qardaşlarım? Var mı Quran-ı Kərimdə belə bir ayə? Yoxdur əslən. Çox düşünməyin. Nə qədər ayə var ki, Allah Subhanahu Taala deyir ki, Allah əff edəndir, bağışlayandır, tövbələri qəbul edəndir. Nə qədər ayə var Quranda? Açın, baxın əslən. İndi övladlarımızdan biri və ya ikisi bizə qarşı gəlir. Oğlumuz və ya qızımız bizi dinləmir deyə
Biz ondan Rəbbimizə şikayət etmədik. Heç unutmaram qardaşlarım. Bu il həcdə Allah nəsib elədi. Ehramda ikən ziyarət tavafında həccin tavafı. Kəbənin yanında hamı doydu, biz də doyuruq. Mən də övladım üçün bir ata olduğum üçün övladım üçün dua edim ki, Allah mənim övladıma şəfa ver. Çətindir, yüküm ağırdır, mənə səbir ver, dözüm ver. Çünki Quranda ayə var. Allah Subhanahu taala öz rəsuluna nə deyir? Fəli rabbikə fasbir. Müddəssir surəsi. Rəbbin üçün səbr et. Dedim Allahım, sən bunu rəsuluna əmr etdin. Mənə də bu səbri etməyə nəsib et. Dua edərkən biraz məndən aralıda və arxada bir qadın, bir kişinin övladı xəstə olduğu üçün yox ha, övladı olmadığı üçün dua etdiyini eşitdim. Vallahi öz adıma utandım. Dedim ki, Allahım, sənin verdiyin nemətə sonsuz şükürlər olsun. Qardaş, baxın, açın. Biz bəzən nemətin içində olanda nemətin qədrini bilmirik. Vallahi qardaşlarım. Allah həmd olsun ki, bizim övladımız var. Xəstə olsa da, sıxıntısı olsa da, asi olsa da övladımız var qardaş. Amma baxın, övladı olmayan nə qədər ailələr var. Övlad üsubatından dağılan nə qədər ailələr var qardaşlarım. İllərlə övlad həsrəti ilə, övlad qoxusu ilə, o övladım olsun, onu bir qucağıma alım həsrəti ilə yaşayan nə qədər ailələr var qardaşlarım. Bir də daha ağır imtihan deyil mi sizə? İllər sonra övlad bəxş edir Allah Subhanahu taala. Böyüdürlər, boya başı çatdırırlar. Gənc yaşda vəfat edir bəzən övladlar. Gənc yaşda nə toyunu görməyib, nə xeyrini görməyib, illərlə, əziyyətlə 10 il, 15 il, bəzən 20 il əziyyət çəkir valideyn övladın boya başa çatdırır. Övlad dünyasını dəyişir, valideyn bükülmüş, işqaq bir vəziyyətdə qalır. Niyə? Çünki acizik. Hiçbir şey deyə bilmirik, əlimizdən bir şey gəlmir. Sadəcə atıb Kəhf surəsini oxuyuruq və özümüzə təsəlli veririk ki, bu Allahdandır. Allah nəyin doğru olduğunu daha gözəl bilir. Hiçbir zaman övladlarımıza bəddua etməyək, qardaş. Əksinə onların asi olmamağı üçün dua edək. Dua, qardaş, dua. Baxın, Nuh Aleyhisselamın qissəsi var Quranda. Yeryüzünü su basır. Baxır ki, oğludur da, iman gətirməyib, amma oğludur, boğulacaq suda. Deyir, yə bu neyyə, hey oğlum, irkəb mənə, gəl mənimlə min gəmiyə. İman gətirməyib onun oğlu. Amma yenə ata da axı dözmür, çağırır övladı. Bu misalları ona görə çəkirəm ki, əzizlərim, biz valideynik, biz atayıq, biz anayıq. Varsa övladlarımız, onların islahı üçün, onların hidayəti üçün dua edək. Biz onlardan imtina etməməliyik. Hansı haqqla övladımızdan imtina edəcəyik? Allah Subhanahu taala bizdən imtina edibmi, qardaşlarım? Məni yaradan məndən imtina edibmi ki, Allahın mənə bəxş etdiyi övladdan mən imtina edeyim? Nə haqqla? Hansı hüquqla? Hansı əbalətlə? İslam bu deyil. Din bu deyil, qardaşlarım. Allah-u Teala bizə bunu öyrətməyib. Övladlarınız nə qədər sizə asi olursa olsun səbr edin deyir. Açın Təqabün surəsinin 14-15-ci ayələrini oxuyun, qardaşlarım. Bağışlayın onları deyir Allah-u Teala. Sonra da biz qalxırıq deyirik ki, ailədə problem var. Uşağı psixoloqa göndərin. Özüm psixoloqa gedirəm. Yoldaşım psixoloqa. Niyə, qardaşım, niyə? Sənə psixoloq olaraq Quran ayəsi və Allah Rasulü ayəsi kifayət eləmirmi ki, Allahın ayələrinin və Rəsulunun hədislərinin yoluna qoymadığı bir məsələni sən yaradılmış hansısa bir məxluq mu sənin işini düzəldəcək? Diqqətli olmaq lazım, qardaşlarım. Allah-u Teala bizim hər şeyimizi görür və bilir. Nimətin içindəykən nimətin qədrini bilmək lazım. Sahib çıxaq övladlarımıza. Onları qoruyaq. Bugün bütün dünyayı sarmış zərərli vərdişlərə, doğru olmayan insanlarla birlikdə olmalarına nəzarət edək. Onlar bizim gələcəyimizdir. Onlar bizim canımızdan bir parçadır. Biz çalışsaq, vallahi Allah bizə verəcək, qardaşlar. Sadəcə çalışmaq lazım. Müvəffəqiyyət isə Allahdandır, qardaş.